Bu aynı şekilde sabah namazının mesela üçün vaxtı, sabah namazının sen farzı qutarandan sonra günah çıxsa belə o anda gözləmə ehtiyac yox. Sən sabah namazı sünnətini qıla bilərsən məsələn qəzasını. Və yaxud da ki, bəzi alimlər də deyirlər ki, mən də bunu belə baxıram ki, daha doğrudur. Nədir? Sabah namazını hansı vaxtda qalxdınsa, sünnətini, əgər namazın çıxmağına az qalıbsa, fərzi qıl, sonra sünnəti qıl. Yox. Fərzi qıl, sonra isə sünnəti qıl. Və yaxud da ki, haçan qalxdınsa, sabah namazı, məsələn, yatdın, durdun, baxdın ki, qalxmışsan saat 7-dir, namaz vaxtı çıxıbdır. Sən bu dönəmdə nə eləməlisən? Elə bir ki, vaxt namazına qalxmışsan. Vaxt namazına qalxmış kimi qalxırsan, zamanda qalxmış kimi həm sünnəti qılırsan, həm də farzı qılırsan. Deyəlim, məsələn, indi ailə olaraq yatıb qalmışıq. Nə eləməliyik? Ailə olaraq normal, sanki zamanında qalxmış kimi hamı bir-birini gözləyir və cəmaət namaz qılır. Yəni, çünki niyə görə? Zaten vaxt çıxırdır. Sən artıq şərətin icazə verdiyi ki, Peyğəmbər Aleyhisselatü Vesselam ki, kim bir namazdan dolayı yatıb qalarsa, yaxud unutarsa, onu xatırladığı zamanda qılsın. Və əməli olaraq da Peyğəmbər Sallamdan Əbu Hüreyrənin də gətirmiş olduğu bir Bilal Həbəşiyə ki, bir gün səfərdən namazdan ötürü yatıb qalırlar. Yəni, Bilal Həbəşi qalxır, əzan verir, qamət getirir, sünnət namazını qılırlar və ondan sonra nədir? Ondan sonra nə edirlər? Ondan sonra nədir? Farzı qılırlar. Yəni, birinci sünnəti qılırlar, sonra isə nə edirlər? Farzı qılırlar.